Salam əziz həmvətənlər, hər vaxtınız xeyir olsun, möhtərəm leriklər. Sadəcə bu 9-cu çəkilişimizdir ki, Lerikin İnkişafına Dəstək Qrupunun apardığı işlər haqqında sizə məlumat veririk. Sizə söz vermişdik ki, Lerikin İnkişafına Dəstək Qrupunun gənclər haqqında qəbul olunmuş qərarları haqqında sizə ümumi məlumat verərik. Bildiyiniz kimi, Lerikin İnkişafına Dəstək Qrupunun əsas məqsədlərindən də bizim gənclərimizin yaxşı təhsil almasıdır, savadlı böyüməsidir, sağlam böyüməsidir və yeni dünya düzənində yeni ixtisaslar mövcuddur ki, onlara yiyələnməsidir və onları əxz etdirməsidir. Və beləliklə, bu qərarlar qəbul olunandan sonra keçən ilin, yəni cari ildə iyun, iyul, avqust aylarında bütün iclaslarda bu məsələ gündəlikdə qalmış və həmin gündəliklərdən qərarlar qəbul olunmuşdur. Belə ki, keçən il bizim tələbə adını qazanan abituriyentlərimiz hansı ki 500 baldan yuxarı abituriyentlər haqqında xüsusi bir qərar qəbul olunmuşdur. 500 bal, 550 bal arasında uğur qazanmışlara 100 manat, mükafat 551-600 bal arasında uğur qazananlara 200 manat, 601-650 bal arasında uğur qazananlara 300 manat, mükafat 651-680 bal arasında uğur qazananlara 500 manat, mükafat 681-700 bal arasında uğur qazanan tələbələrimizə 700 manat mükafat təyin olunmuşdur. Və beləliklə bu kriteriya düşən 70-dən yuxarı Lerik rayon ümumi məktəblərdən bizim əziz balalarımız iştirak etmişdir. Və bununla bağlı sentyabr ayında Lerik rayon icra hakimiyyətində ümumi olaraq rayon rəhbərliyi və Lerikin İnkişafına Dəstək Qrupu ilə bahəm bir məclis təşkil olunmuşdur Lerik icra hakimiyyətinin akt zalında. Və həm Lerik rayon icra hakiminin rəhbərliyi, həm Lerikin İnkişafına Dəstək Qrupunun rəhbərliyi, həm də eyni zamanda bir sıra alimlərimiz həmin tələbələrlə, uğur qazanan tələbələrlə bir məclis keçirmişdi və o görüşdə həmin bu pul mükafatı ümumilikdə 7800-dən yuxarı məbləğ həmin tələbələrimizə mükafat şəklində verilmişdir. Əziz həmvətənlər, bundan sonra da Lerikin İnkişafına Dəstək Qrupunun əsas məqsədlərindən biri odur ki, bizim gəncliyimiz sağlam, fiziki olaraq sağlam, əxlaqi olaraq daha tərbiyəli və eyni zamanda elm, təhsilə daha çox marağı və yeni dünya düzənində yeni ixtisaslar mövcud ki, onları əxz etdirməkdir. Bizim məqsədlərimizdən əsas, yəni Lerikin İnkişafına Dəstək Qrupunun əsas məqsədlərindən biri odur ki, bizim gəncliyimiz inkişaf etsin, bizim insan resurslarımız daha yaxşı inkişaf eləsin. Bu baxımdan da bundan sonra da bu tədbirlər davam eləyəcək və eyni zamanda həm məktəblər arasında, həm tələbələr arasında ildə 2 dəfə böyük bir görüş təşkil etmək və bütün həmin gənclərimizi ora çağırmaq, onların müxtəlif problemləri ilə maraqlanmaq, problemlər varsa onları yerində həll etmək, həm ali təhsil ocaqlarında, həm məktəblərdə bu məsələ ilə bağlı xüsusi bir komissiya yaranıb ki, və o da bu işlərlə məşğul olmağa bundan sonra da davam edəcək. Mən fürsətdən istifadə edib buradan elə bizi dinləyən gənclərimizə, elə ələlxüsus məktəblilərimizə, tələbələrimizə üzümü tutub demək istərdim ki, lerikli ziyalıların, lerikli bu işləri aparan hər bir insanın əsas məqsədlərindən əziz gənclərimiz odur ki, siz inkişaf edəsiniz, yaxşı təhsil alasınız, öz müəllimlərinizi hörmətlə yanaşın, onları xətirlərini istəyin, onlara daim hörmətlə yanaşın və eyni zamanda öz həm fiziki bədən tərbiyənizə, yəni bu işdə məşğul olun,
sağlam böyüyün, idmanla məşğul olun və eyni zamanda yaxşı təhsil alın. Yeni dünya düzənində yeni tələblər var ki, yeni ixtisaslar var ki, onlara yiyələnin və bu yolda hər hansı bir çətinlik olsa, təbii ki, Lerik'in inkişafına dəstək qrupunun üzvləri, yəni onun apardığı iş sizin dərhal yardımınıza çatacaq. Mən inanıram ki, siz əziz gənclər bu işlərdə inşallah sanki bizə kömək etmiş kimi olaraq bu işlərdə siz öz işlərinizi, öz məsuliyyətinizi daha yaxşı dərk edərək bu işləri aparmağına həm də bizə kömək olarsınız. Yəni Lerik'in inkişafına dəstək qrupunun üzvlərinə, onun idarə heyətinə, onun rəhbərinə kömək etmiş olarsınız ki, ümumilikdə siz əgər inkişaf etsəz, bizim ən böyük uğurlarımızdan biri olur. Əziz həmvətənlər, inanıram ki, yenə də siz həm YouTube səhifəmizdən, həm eyni zamanda Facebook səhifəmizdən bizi izləyərsiniz, bu paylaşımları paylaşırsınız, bu çəkilişlərə rəy bildirərsiniz ki, bizim dünyada və Azərbaycanda olan həmvətənlərimiz bu işlərdən xali olsun və onlar da bu işlərə dəstək olsun. Allah sizi qorusun, Allah birliyimizi qorusun.